it xiyarı, dəli xiyar, patlayan xiyar, cırtatan, acı qovun kimi müxtəlif adlarla tanınır. Elmi adı Ecballium elaterium. Bu bitki elə güclüdür ki, qədimdə ona təbiətin bombası deyirdilər. Bəs bu partlayan xiyar nəyə yarayır? Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Qədim xalq təbabətində, bədənin toksinlərindən təmizlənməsində, böyrək və qaraciyər problemləri, sinusit, bronxit və iltihab üçün istifadə olunub. Onun tərkibində elaterin və elaterium adlı maddələr var ki, bunlar orqanizmdən artıq mayeini atır. Şişkinliyi, iltihabı və seli azaldır. Əvvəllər xalq təbabətində it xiyarı, suyu damcı şəklində buruna və ya xaricdən kompres kimi istifadə olunub. İt xiyarı yabanı bitkidir. Ən maraqlısı yetişən meyvəsinə biraz toxunsan o partlayır və içindəki toxumları 6-8 metrə qədər uzağa atır. Bu təbiətin ən nadir, özünü çoxaltma üsullarından biridir. Yəni bu bitki mən burdayam, mən güclüyəm deyir sanki. İt xiyarı daxilə qətiyyən, çiğ halda yeyilməməlidir. Onun faydaları suyu seyrəldilmiş halda, xaricdən tətbiq ediləndə ortaya çıxır. Məsələn, sinusit qarmalit zamanı bir damcı şirəsi su ilə qarışdırılır və buruna damızdırılır. Oynaqlarda ağrı varsa, suyu ilə isladılmış kompres qoyulur. Ancaq bu üsullar yalnız dozaya diqqətlə riayət ediləndə təhlükəsiz olur. Ancaq çox önəmli bir məqamı da nəzərinizə çatdırım ki, bu bitki çox güclüdür. Yəni səhv istifadə zəhərlənməyə səbəb ola bilər. Bu səbəbdən yalnız təcrübəli fitoterapevtin məsləhəti ilə istifadə etmək lazımdır. Əgər bu cür nadir və möcüzəvi bitkilərin sirrini öyrənmək istəyirsənsə, videonu bəyən, kanala abunə ol və zəng işarəsini aktiv etməyi unutma.